Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanlı. Ürəyə zəif olanlar bu videonu izləməsinlər. Gördüyünüz bacı qardaşdılar. İkisi də ruhu xəstədir. Biri 3-cü qrupdur, biri 2-ci qrupdur. Ana da heç də işləmir. Ana bu uşaqlara baxır. Ata da yoxdur. Mən buradan üst tuturam Sosial Müdafiə Nazirliyinə, Əla Bərəfə Mərkəzinə. Bu uşaqları birinci qrup eləyin, xahiş edik sizdən. O bu baxır bunlara. Xatay bu ana da baxış bulasın. Bir qarın aç, bir qarın tox. Bunlara qonum qonşu baxır. Sosial Müdafiə Nazirliyindən xahiş edirəm, Əla Bərəfə Mərkəzinə xahiş edirəm. Lazım olan qurumlardan xahiş edirik. Bu ailə pis gündə yaşayır, kiraya qalırlar. Sağ olsun dövlətimizi, yenə uşağın dərmanı təmənnası verilir. Bunlar çörək tapdılar yeməyə. Cənab Nazir, Sosial Müdafiə Nazirliyidir söhbət, Əla Bərəfə Mərkəzidir söhbət. Bu ailələri götür nəzarətə, görün bu ailə nə gündədir. Niyə bunu ömrü eləmişsiniz pensiyasını? Ruhu xəstədirlər də bunlar. Bu oruçluq ayında xahiş edilən bütün qurumlardan bu ailəyə bir nəzarət edin. Bunlar nə gündə yaşayırlar? Ana işləmir, ata yox. İki dənə bacı qardaş isə ruhu xəstədirlər. Elə bir insanlar pensiya alır ki, xəstə deyirlər. Bunlar ruhu xəstədirlər də, hər bir sənədlərdə var. Bunlara qonum qonşu baxır. Xahiş edirəm bu videonu izləyin və paylaşın. O beləncə ailələrə dəstək olunsun. Mən Roma Dağıstanlı. Allah bütün xəstələrə şəfa versin.